Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham edilən hərbi qulluqçu İsmail Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. NoComment.az-ın xəbərinə görə, hazırda şikayət hakim Zaur Hüseynovun səbirliyi ilə araşdırılır. Qeyd. Hadisə 2025-ci il iyulun 26-sında axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib. İttihama görə, İsmail Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb. Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmail İbrahimoğlu Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, 228.2.2-ci təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə, 232.2.3-cü öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama və digər maddələri ilə ittiham elan olunub və iş baxılması üçün adiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. İsmail Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə İsmail Allahverdiyev 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.